Xalq qəzetinin redaksiyasında uzun illər jurnalistika sahəsində səmərəli fəaliyyət göstərmiş Əliyev Həbib Əlioğlunun yaradıcılığına Veysəloğlu Şirkətlər Qrupu tərəfindən dəstək məqsədilə görüş keçirilib. Görüşün təşəbbüskarı qismində Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov çıxış edib. Rəsmi Dövlət qəzetinin redaksiyasında baş tutan görüşdə Veysəloğlu Şirkətlər Qrupunun mətbuat xidməti direktoru Məhəmmədəli Qəribli də iştirak edib. Bildirilib ki, bu görüş jurnalist peşəsinə hörmətin ifadəsi, uzun müddətli yaradıcılıq fəaliyyətinin dəyərləndirilməsi və media ənənələrinin qorunması məqsədi daşıyır. Qeyd olunub ki, Həbib Əliyev uzun müddət Rusiya və Ukraynada yaşayıb və qürbətdə olduğu dövrdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəal jurnalist fəaliyyəti göstərib. O, Azərbaycan və rus dillərində yayımlanan Azərbaycan Qobustan adlı radio layihəsini yaradaraq ölkəmizin tarixi, mədəniyyəti və ictimai-siyasi reallıqlarının təbliğinə mühüm töhfələr verib. Əflatun Amaşov çıxışında Həbib Əliyevin jurnalistikadakı xidmətlərini yüksək qiymətləndirərək bildirib ki, belə qocaman jurnalistlərin fəaliyyəti milli mətbuat tariximizin ayrılmaz hissəsidir və onların əməyinə hər zaman xüsusi dəyər verilməlidir. Məhəmmədəli Qəribli isə vurğulayıb ki, Veysəloğlu Şirkətlər Qrupu media dəyərlərinin qorunmasına, peşəkar jurnalistlərinin əməyinin qiymətləndirilməsinə və milli mətbuat ənənələrinin yaşadılmasına daim önəm verir. Həbib Əliyev göstərilən diqqəti jurnalist əməyinə hörmət nümunəsi kimi dəyərləndirib və öz adından Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbova minnətdarlığını çatdırıb, görüşün sonunda xatirə fotosu çəkdirilib.